sadəcə kasıblarmı ya da az gəlirlilərmi neqativ və pis düşünür? Zənginlər, imkanlılar həmişə pozitiv düşünür. Bütün yükü ancaq neqativin üstünə atmaq da illüziyadır da. Bu da bir illüziyadır. Əslində indi bu dediyimiz tipli o yeni dinlər və onların təbliğatçıları, motivatorları insanlarda pozitiv bir əslində ağır bir yük qoyurlar onların çiyninə. Və bu pozitiv yük onları məcbur eləyir ki, həyatları instagramlana bilən olsun. Həyat instagramlana bilməyən olanda sən sanki yoxsan. Sən elə yaşamalısan ki, elə bir nə bilim bədən quruluşundan tutulmuş, üz cizgisindən tutulmuş, elə filtrlənmiş bir həyatın olmalıdır ki, o pozitiv görünmə. Həmişə mütəbəssim olmalısan. Sənin heç vaxt problemin ola bilməz. Çünki onda like-ın az olacaq. Pozitiv saçmalısın. Like nə bilim dualarını qəbul eləmək üçün, like şükranlığını qəbul eləmək üçün mütləq orada həmişə yalançı bir təbəssüm maskasında olma. Pozitiv yükdür da. Yəni hər şey neqativdə deyil. Sənə pozitiv beyni və gücün çatmayan şeylər qoyur və adamlar öz talelərinin gücü çatmayan şeyləri boyunlarına götürməyə çalışırlar. Yəni öz həyatlarında gücləri çatmayan şeylərin imitasiyası ilə, illüziyası ilə məşğuldurlar. Onlara da hamısı eləyən bu pozitiv yalançı yüklərdir. Yəni adam əslində indiki insan əslində öz arzularının müstəmləkəsinə çevrilir. Gücü çatmayan arzuların müstəmləkəsi altına düşür.